Getdik. Deməli, birinci testdə Thomas nə idi? Cümlənin mübtədası. Cümlənin mübtədası olan əvəzlik hansı olurdu? Şəxs əvəzliyi. Thomas da kişi olduğu üçün şilər getdi. D bəndəki it də getdi. Sonra gəlirik altından xətt çəkilmiş bu hissəyə baxıram. Bu hissədə letter nədir? Put his letter. Burada obyekt əvəzliyi harda gəlirdi? Obyekt hal. Feildən sonra gəlirdi. Həmişə feildən sonra obyekt hal gəlirdi. Deməli, mən buranı obyekt əvəzliyini əvəz eləməliyəm. Bu bəndəki it də obyekt əvəzliyi idi, zem də obyekt əvəzliyi idi. İndi ümid, itlə əvəz eləyim, yoxsa zemlə? İtlə. Nəyə görə? Çünki məktub sözü təkdədir. Əgər letters olsaydı, məktublar olsaydı, mən zemlə əvəz eləyərdim. İkinci testdə deməli, Benjamin's pen, Benjaminin qələmi və burada iz var, ona baxıram. A variantı getdi, cəm forma olmaz. E variantı getdi, cəm forma olmaz. Sonra, mən bura is it Benjamin's pen və yaxsa is this, is that, bunları qoya bilirəm də, düzdür, gözlə. İndi ikinci tərəfə baxmalıyam. C variantda your, my, your, his, her, its, our və yours yer. Bunlar özündən sonra isim istəyir. C variantı olmaz. B variantında my özündən sonra isim istəyir. Olmaz. Deyirəm bir də my'dır, your'dur, his, her, its, our və your, their. Bunlar özlərindən sonra nə istəyir? Nə olur olsun isim tələb eləyir. Bax, bu test düşmüşdü. Cümlənin sonunda verirdi. Uşaqların çoxsu my götürmüşdü. Olmaz. Nə olmalıydı? Mine. D variantı. 3-ə baxırıq. Ar gördünüz, xəbərim ardı. Mən işarə əvəzliyini cəm götürməliyəm. Deməli, 1 getdi, 3 getdi və this getdi. Gəlin indi ikinci tərəfə baxaq. Cümlə bitifdir. 2-dəki my olmaz. Çünki özündən sonra isim tələb eləyir. 3-dəki your olmaz. Özündən sonra isim tələb eləyir. Düzgün cavabımız ar olduğuna görə birinci tərəfdə zey, ikinci tərəfdə də mine və your, çünki isimsiz işlənən forma gəlibdir burada. Test 4-ə baxırıq. Baxaq test 4-ə. Deməli, is təkdədir, xəbərim təkdədir. Cəm forma verə bilmirəm, zaten heç yoxdur da. Ona görə birinci tərəf hamısında uyğun gəlir. İkinci tərəfə baxacam. My özündən sonra isim istəyir, getdi. 3-də də my isim istədi, getdi. Düzgün cavabımız 2, 4, 5. 5-ə. The manager closed it. Bəli, 1 və 3 getdi, qala 2, 4, 5 çıxdı cavab, A bəndi. Tamam, 5-ə baxırıq. The manager closed it. Menecer bağladı. Bağladı eyes, gözlərini. Kimin gözün bağlayacaq bu? Özdə eyes nədir? İsimdir. İsimləşdirən yəlik əvəzliyi işlənər də. Burada məsələn bu bəndi, E bəndi getdi. Şəxs əvəzliyi cümlənin əvvəlində işlənilər, ona görə getdi. Burada da it cansız nə ola bilər ki? His eyes, öz gözlərini bağlayır. 6-da Wesley wanted. Wesley want feildən sonra nə gəlirdi? Obyekt hal. Düzdür? Obyekt gəlirdi. Obyekt də əvəzlik, obyekt əvəzliklər me, you, him, her olacaqdı da. Maşallah, hamısı da obyekt əvəzliyidir. Tamam, Wesley wanted. Baxaq ikinci tərəfdə görək nə tapırıq. Cümləm bitifdir. 3-ə baxın uşaqlar. Şəxs əvəzliyi cümlənin sonunda gələr? Gəlməz. Bir dənə çıxarda bilirik 3-ü. Qalanını tərcümənlə tapacaq. Qalanı tərcümənlə. Wesley wanted me to watch the game with him. Wesley! Uşaqlar, Wesley qızdır da. Düşünürəm ki, wanted me istəyirdi ki, mən to watch the game. Oyuna baxım. With him, onunla. Düzgün gəlir də. Ona görə 2-dəki hizi çıxardacam, 5-dəki hizi çıxardacam. 1-4 gəlir. 1-4 düzgün cavab. Sonra keçdik bu biri tərəfə. I saw, mən gördüm. Feildən sonra nə gəlirdi? Obyekt gəlirdi.
Nə qoyacam mən bura? Obyekt əvəzliyi olan hissəni qoyacam. Məsəl üçün 5-dəki his getdi, yəlik əvəzliyidir. Baxıram qalan hamısı uyğun gəlir. İndi baxıram bu tərəfə. San nədir? Oğul, isimdir, düzdür. Sizcə bura mən nə qoya bilərəm? İsimlə işlənən yəlik əvəzi, mayor, bunlardan qoya bilərəm. 4-dən avtomatik şiini çıxardaq, çünki şəxs əvəzliyidir, düzdür? Şəxs əvəzliyidir. Harada qalmışdıq? 4-dəki şəxs əvəzliyini çıxartdıq. Burada da isim var deyə mənə nə lazımdır? İsimlə işlənən yəlik əvəzliyi. O da olacaq his, her. Hardadır? Olar. Biri gələcək 1, biri də gələcək 3. 1 və 3 düzgün cavabımız. B variantı. 8-ci testə baxın. Burada a nice phone. Nə deməkdir? Yəqin ki, o qəşəng telefondur. Mən bunu sizə çox demişəm. Əgər it is deyirəmsə, odur deməkdir. It's deyirəmsə, it's. Onun deməkdir. Yəlik əvəzliyindən sonra da article gəlməz. Ona görə C bəndi, E variantı, it's bitişiklər getdi. İkinci tərəfə baxıram. Their features, xüsusiyyəti nədir? İsimdir. Nə olacaq? Onun xüsusiyyəti. İsimləşdən yəlik əvəzliyi. Bu da yəni bitişik olmalıdır. Mən buradakı it izi götürsəm, odur xüsusiyyət çox güclü. Belə alınmır. Düzgün variantımız olur A variantı. Burada arı gördüm. Nəyə gedəcəm? Cəm formalara. A'dakı ziz təkdir. B'dəki zət təkdir. D, E, D hər biri olar. İndi cümlənin sonuna baxıram. Cümləmin sonunda uşaqlar nə veribdi mənə? İsimsiz işlənən forma tələb eləyir məndən. Nədən bildim? Çünki əgər mən burada isimlə işlənən forma versəm, məsələn, her versəm, herdən sonra mənə nə lazımdır? İsim lazımdır. D variantı olmaz. Baxaq. They onlar deməkdir. Are they blankets? Onlar yorğanlar. Olarmı? Olmaz. Nə olacaq? Those blankets. The Robert or his. Robert'indi yoxsa onunkudur. His'i görürsünüz onunku mənası verir. Test ona baxın. Cümləmin əvvəlində nə əvəzliyi olurdu həmişə? Şəxs əvəzliyi olurdu, düzdür? Baxıram, bir dənə buradan çıxardıram D variantını. Çünki isim gəlməyibdi. He, she, they, we hər biri uyğun gəlir. Feildən sonra nə gəlirdi? Obyekt əvəzliyi və yaxud da burada qarşılıq əvəzliklərini verib. Hə. Demişik ki, qarşılıq əvəzliklər uşaqlar özünü izləyir. He desə himself, she desə herself, we desə ourself, they desə themself. Bu da bircə dənə hardadır? C variantındadır. He-də themself verib, səhvdir. They-də herself verib, səhvdir. Nətər olur? He prepared themselves for the upcoming exam. Onlar özlərini yaxınlaşan imtahanı hazırlayırdılar. O özünü, she prepared herself, o özünü. Düzgün cavab C bəndi. Is təkdə olduğu üçün C bəndəki zis getdi. İkinci tərəfə baxıram. Ar cəmdə olduğu üçün A bəndəki zis getdi. C bəndəki zis getdi. B bəndəki zət. D bəndəki it getdi. Düzgün cavabım E variantı. 12'yə baxın. Have you seen? Sən görmüsən paintings isimdir. Paintings isimdir. İsimdirsə mən onun qabağında nə verməliyəm? İsimlə işlənən yəlik əvəzi. Nədir o? My, your, his, her, its. Düzdürmü? Varmı? A'dakı həm də paintingsin mənim cəmdədir. Cəmdə olduğu üçün A getdi. Zey şəxs əvəzliyi olmaz, cümlənin ortasına işlənməz, həm də özündən sonra isim gəlməz, getdi. E variantındakı zis getdi. Qaldım B ilə D variantı arasında. Burada görürsünüz, yəlik əvəzliyi yoxdur, işarə əvəzliyi var. İşarə əvəzlikləri də isimin qarşısında işlənirlər. Sadəcə zis, zət, tək isimlərlə, zis, zəus, cəm isimlərlə işlənilir. Baxıram, bura nə gedər? Bu ilə D-nin hər ikisi gedir. İndi bu biri tərəfə ar veribdir. Obyekt əvəzliyi cümlənin əvvəlində işlənirmi?
Xeyr. Cümlənin ortasında və sonunda işlənən obyekt əvəzliyi. Cümlənin əvvəlində işlənən şəxs əvəzliyi idi. Düzgün gələcək bizim üçün D variantı. Baxaq 13-cü testdə. He reminded, o xatırlatdı. Dedik, qayıdış əvəzliyi nəyi izləyirdi? Qayıdış əvəzliyi nəyi izləyir? Hər bir şəxs özünü izləyir. Şəxs əvəzliyi nədirsə, qayıdış əvəzliyinə də o qarşılığı versən. He-yə himlə, she-yə her-lə, herself, they-yə themselves-lə. Baxaq, he-dirsə himself olacaq da, düzdür? O da bircə dənə C bəndində. Tərcüməni eləyək görək düzgün gəlirmi? O deyir mənə, he reminded himself, o özünə sakit qalmağı və his presentation, təqdimatı ərəfəsində təqdimatına fokuslanmağı nə vardı xatırlatdı. Belə, getdik. Digər testimizə keçdik. Sarah has downloaded new games. Yeni bir oyun yükləyibdir. And və nədir? Sənin bağlayıcındır, düzdür? Bağlayıcıdan sonra nə gəlməlidir? Burada mən cannot ver, bir feil gözüm. Mənim nəyim yoxdur? Mənim mübtədam yoxdur. Mübtəda olan əvəzlik hansıdır? Şəxs əvəzliyidir. Sarah'ın da nə əvəz eləyər? She əvəz eləyər də. Qoy görək tərcümədə alınacaqmı? She-dirmi? Sarah has downloaded new game and she cannot wait to play. Play'dən sonra nə əvəzlik gələr bəs? Nə gələr? Şəxs əvəzliyi gələ bilər play'dən sonra. Haram olsun. A, xeyr, şəxs əvəzliyi cümlənin sonunda gəlməz. A bəndi getdi, E bəndi getdi. Sonra B bəndi və C bəndi işarə əvəzliyi cümlənin sonunda gəlməz. Özündən sonra ism istəyir, getdi. Deyir ki, games özdə oyunlar yüklədi. Ona görə zemlə verir. Hə, I cannot wait to play them. Mən özümü, yəni gözləyə bilmirdim. Nə səbirsizlənirdim onları oynamaqdan ötürü. 2-yə baxın, questions isimdir, cəmdədir, düzdür? Hər biri gedir də my questions, your questions, their questions, his question, her. Hər biri uyğun gəlir, düzdür? Demək ki, ikinci tərəfə baxacaq. Hər biri çünki isimləşdirən yerlik əvəzliyidir. Özündən sonra da isim gəlib, uyğun gələ bilir. Baxaq, cümlənin sonunda B variantdakı my, yerlik əvəzliyi cümlənin sonunda gəlməz. Her, yerlik əvəzliyidir, cümlənin sonunda gəlməz. Sonra, baxaq burada, nə deyir bizə? My questions were as hard as sənin, yox, az, bizə olmaz, tərcüməni ödəmir. Your questions, sənin sualların were as hard as ours. Bizimkilər kimi çətindir. Görürsünüz, bizimki mənasını verir. Olur, C bəndi, isimsiz işlənən forma. Bəli. 3-ə baxırıq. Miss Clark didn't help. Feildən sonra nə gəlirdi? Obyekt gəlirdi. Obyekt əvəzlikdə nə olacaqdı? Him, her, it, us, you, them. Bunlar. Mr. didn't help. Kömək etmədi. Kimə? Ona kömək etmədi olar da. Məsələn, C bəndindəki hers getdi. Onunki demək daxil ödəmir. E bəndindəki şəxs əvəzliyi getdi. İndi ikinci tərəfə baxıram. İkinci tərəfdə cümlənin ortasında şəxs əvəzliyi verib. B variantdakı he getdi, C-daki she getdi. Və A variantdakı zeyr getdi. Nəyə görə getdi Nuray zeyr A variantındakı? Nəyə görə Nuray? Çünki zeyrdən sonra isim gəlməlidir. İsimləşdirən yerlik əvəzliyidir. İsim yoxdur. Düzgün cavabımız gələcək D bəndi. Mr. Clark didn't help. Kömək etmədi ona. With the task tapşırıqlarında. Instead əvəzinə she asked him. O ondan tələb elədi. Sonra to do it alone. Onları tək etməsini dedi. These shoes, bu ayaqqabılar are, ay Allah, bu testi salıblar. Bax, bu testi dünən yox, keçən bazar günü salmışdılar. Bəli. Olsun da karı şuzla əvəzi, şuzu karın əvəzi ediblər. These shoes,
Bu ayaqqabılar are mine. Mənimkidir. Not yours. Səninki deyil. Cavab E variantı. Bunu səhv yazıblar. 5-ə baxın. Gitar nədir? Gitara. Düzdür? Təkdədirmi? Təkdədir. Hansı olar? Zis getdi. B'daki qaldı. C'daki yenə zis cəm getdi. D'daki zaos getdi. Burada ikinci tərəfdə də one var. One nədir? Bir deməkdir. Bu variantın ikincindəki zaos getdi. Bir dənə qalır əlimizdə E variantı. Tərcüməni də verin, zaten düzgün tapacaqsınız. Sonra neçədəyik uşaqlar? 6. Spectacles. Spectacles cəmdədir. Düzdür? Mənə nə lazımdır? Təkləri çıxartmaq. Zis getdi, B'dakı zət getdi. İndi bu hissəyə baxıram. Vergülla ayrılıb cümlə bitif deməkdir. İkinci bir cümlə başlayıbdır. Cümlənin feili var, mübtədası yoxdur. Bura mənə nə lazımdır? Əslində bura mənə bir şəxs əvəzliyi olsa gedər, amma yoxdur. Məsələn, they are blue olsa gedərdi də, düzdürmü? Onlar mavidir, olsa gedərdi, amma yoxdur. Baxaq görək nə gələcəkdir. Deməli, A bəndəki him obyekt əvəzliyini çıxardıram. Her də yenə obyekt əvəzliyini çıxardıram. Qalır bir də əlimdə C bənd. Der ki, mine are blue. Mənimki mavidir. Sonra baxaq 7-yə. I have tried all methods. Metod nədir? Cəmdədir. Nə olacaq? B, E getdi. İsimdir, düzdür metod. İsimdirsə cümlənin ortasında şəxs əvəzliyi gəlməz. D-ni də çıxardaq. İsimdirsə nə lazımdır bura? Ya işarə əvəzliyi lazımdır, ya isimləşdirən yərlik əvəzliyi lazımdır. C da obyekt əvəzliyidir. Ona görə çıxdı düzgün cavab A variantı. 8-ə, guys, uşaqlar, she is honest. O deyir vicdanlıdır, mərhəmətlidir. Cümləm bitif nə ilə başlayır? Şəxs əvəzliyi ilə başlayır. She-ni çıxardıram. Nəyə görə? Çünki burada həz olardı. Düzdür? Qalan hamısı uyğun gəlir. Baxıram sonra ikinci tərəfə. Cümləm bitif, şəxs əvəzliyi cümlənin sonunda işlənməz. E variantında da şəxs əvəzliyi cümlənin sonunda işlənməz. B variantında da şəxs əvəzliyi cümlənin sonunda işlənməz. Düzgün cavabımız D bəndi. 9-da cümləmin əvvəlində mən nə qoymalıyam? Mübtədə qoymalıyam. A, var zaten, sadəcə qabağın təyin edicisi yoxdur. Team's efforts, komandanın cəhdləri. Baxaq. Bu komandanın, komanda təkdədir də, bu komandanın cəhdləri olar. Komanda tək olduğu üçün C-daki zousu çıxartdım. Sonra cümlənin axırında bu ta-question qaydasıdır uşaqlar. Ta-questionda neyniyirdik? Bir tərəf təsdiq, bir tərəf inkar. Bir də ki, burada biz şəxs əvəzliyi qoyurduq da, mübtəda funksiyasında olan bir şey qoyurduq. Ona görə ta-questionlarda obyekt olmurdu, şəxs əvəzliyi olurdu. Komandada təkdə olduğu üçün götürəcək D bəndi. Onda give, ver, feildən sonra nə gəlirdi? Obyekt gəlirdi. Düzdür? Bu variantdakı yərlik yox, ismim də var. Yox, ismim də var. Qoy görüm, bunu silim. Bir saniyədə qoy görüm, ismim də var. Gördüm ismi. Baxaq. Deməli, give my phone to me. Telefonumu mənə ver. It's mine, not yours. Düzgün cavabımız elə bu bəndidir. Baxın, burada phone isim olduğu üçün. Phone isim olduğu üçün. Neyinirik? D bəndəki theirs gedir, isim istəyir səndən. Sonra C bəndində burada boşluq var, your gedir, isim istəyir, their gedir, isim istəyir. Düzgün cavabımız gəlir. Bu variantı. 11-ə baxaq, whose cat has died? Kimin pişiyi ölübdür? Michael'ın yoxsa Suzan'ın? İkisinin də. Hardan o qənaətə gəl? Ha? Aha. O nə olacaq? His or hers. Onunki yoxsa o birisininki. D bəndi.
12-yə baxın, cümlənin əvvəlində sənin feilin var, mübtədan yoxdur. Mübtədan nə verəcək? Şəxs əvəzliyi verəcək, zaten hamısı da şəxs əvəzliyidir. Gəlin baxaq ikinci tərəfə. İkinci tərəfdə də went sənin nəyindir? Feilindir. Nə lazımdır Nuray bizə? Deyin görün, bizə nə lazımdır? Bizə mübtəda lazımdır. Mübtədan nə verəcəkdir? B-dakı obyekt getdi, D-dakı obyekt getdi. C-dakı hör getdi. Qalmışam A-la E variantı arasında. İndi tərcümən qoyub tapacağım. They invited us to her party. She olar da yəqin ki, she invited us. O bizi dəvət etdi partiyə. And we went to have fun. Biz de getdik, went əylənməyə. 13'ə baxa, after dinner, the waitress, getmək yoxdur. The waitress offered. Bu bəndindəki şəxs əvəzliyi getdi. Baxaq. Afsiyant der təklif etdi. Deməli, offered me, mənə təklif etdi və yaxud da bizə təklif etdi. Deserti and və burada feilim var, mənim mübtədam yoxdur. Nə olacaq? C bəndəki obyekt getdi. Nə olacaq uşaqlar? We accepted it gratefully. Biz qəbul etdikdə E variantı olacaq. Vəssalam, şüd tamam. Oturun yerinizdə.